İl 1966. Londonda soyuq və dumanlı bir səhər idi. Məşhur Wembley stadionunda iynə atsan yerə düşməz. Dünya Kubokunun finalçıları İngiltərə və Qərbi Almaniya arasında gərgin bir oyun gedirdi. Tablodakı hesab 2-2-dir. Oyun əlavə vaxta, yəni 101-ci dəqiqəyə keçir. Elə bu anda futbol dünyasının böyük hadisələrindən biri baş verir. İngilis hücumçu Jeff Hertz Almanların cərimə meydançasına daxil olur və qapıya doğru dəhşətli bir zərbə vurur. Top ilk öncə üst dirəyə, daha sonra isə yerə dəyir. İngilislər qol deyə qışqırır, almanlar isə davam edirdi. Təsəvvür edin, stadionda elə bir gərginlik yaranır ki, səssizlikdən adamın qulağı batır. İndiki kimi var da yoxdur. Baş hakim Gottfried Dienz nə edəcəyini bilmir, çarəsiz halda donub qalır. Çünki epizod anında qapıdan çox uzaqda idi. O, bütün dünyanın gözü qarşısında yavaş-yavaş yan xətt hakiminə tərəf addımlayırdı. Bəli, artıq videonu izləyənlərin bir çoxu anlamışdı. Yan xətt hakimi Tofiq Bəhramov idi. Tofiq Bəhramov böyük bir soyuqqanlılıq ilə orta hissəni göstərib, bəli, bu qoldur dedi. Bu qoldan sonra almanlar tamamilə alt-üst oldular. Ruhən tamamilə sındılar. Çünki haqsızlığa uğradıqlarını düşünürdülər. İngilislər isə bu psixoloji üstünlükdən istifadə edib yenə də hücum edirdilər. Və çox mistik bir şəkildə 120 dəqiqədə Jeff Hertz bir daha qol vuraraq hesabı 4-2 edirdi. Və final fiti səslənir. İngilislər öz tarixindəki ilk və son dünya kubokunu qazanırlar. İngilislər bu Azərbaycanlı hakimə heyran qalmışdılar. Oyundan sonra kraliçanın özü Tofiq Bəhramova Qızıl Fit mükafatını təqdim edir. Bu gün artıq o dünya çempionatının üstündən 60 il keçib. Bəs sizcə o qol idi?